Uşaqlıq yaşlarından görmə çətinliyi ilə üzləşən yeganə üçün həyat elə də asan olmayıb. Albinos diaqnozu isə onun həm sağlamlığında, həm də gündəlik həyatında müəyyən çətinliklər yaratsa da, o heç vaxt arzularından əl çəkməyib. Əksinə, məhz bu çətinliklər onun xarakterini daha da möhkəmləndirib. Bizdə albinizmdir, yəni bədəndə rəng pigmentinin tapılmaması deməkdir. Bu mənə gözdən başqa heç bir narahatlıq vermirdi. Yəni saçlarımı istədiyim rəngdə rəngləyirəm, kipriklərim, qaşlarım. Sadəcə gözlərim çox zəif görür. Gözlərimin də zəif görməyi, məsələn, böyük maşın yollarını keçəndə, lövhəni görəndə bunlar mənə məktəb vaxtı çox çətinliklər yaradıb. Hal-hazırda da o çətinliklərdən var məndə, amma sağ olsunlar, həm qrup yoldaşlarım, həm də ailəm dəstək olurlar. Onun həyatında musiqi xüsusi yer tutur. O sanki dünyanı gözləri ilə deyil, ürəyi ilə görür və bu hissləri səsi vasitəsilə insanlara çatdırmağı bacarır. Musiqi onun üçün sadəcə bir sənət deyil, həm də özünü ifadə etməyin ən güclü vasitəsidir. Musiqiyə marağım əslində uşaqlıqdan bəri var. Evdə həmişə mən mahnı oxumuşam. Evdəkilər hətta səsimdən beziblər. Yeter artıq nə qədər oxudun. Axır ki, orta məktəbdə 3-cü sinifdə olanda qərara gəldi ki, valideynlərim məni bir məktəbə yazdırsınlar, musiqi məktəbinə. Ondan sonra 5 illik musiqi məktəbində təhsil aldım. Nərgiz Mehdiyeva olub orada da müəlliməm. Məktəbdən sonra da qabiliyyət imtahanı və hal-hazırda Mədəniyyət və İncəsənət Universitetinin tələbəsiyəm. Mən özümü musiqisiz təsəvvür edə bilmirəm. Yəni doğulandan bəri musiqi ilə o qədər yaxınam ki, mənim üçün yəni əvəz olunmaz bir şeydir. Yeganə səhnəyə çıxarkən tamaşaçılar qarşısında sadəcə bir ifaçı dayanmır. Orada eyni zamanda həyatın bütün çətinliklərinə baxmayaraq arzularına doğru inamla addımlayan güclü bir insan dayanır. İlk səhnə təcrübəsini də belə xatırlayır. Orta məktəbdə 4-cü sinifdə, səhv eləmirəmsə 9-10 yaşlarım olardı. Akt zalımızda bir tədbirdə iştirak etmişdim. Dağlarda çiçək mahnısını ifa eləmişdim. İllər keçdikcə Yeganə Hüseynova öz zəhməti və istedadı ilə tanınmağa başlayıb. Onun ifaları təkcə musiqi deyil, həm də böyük iradənin, inamın və mübarizənin səsi kimi səslənir. Zərif qəhrəmanımız bu sahə ilə bağlı gələcək arzularını da bizimlə bölüşdü. Hal-hazırda universitetimizdə çox gözəl müəllimlərimizdən dərs alıram. Onlardan biri xalq artistimiz Səkinə xanım İsmayılovadır. Gələcəkdə hədəfim onlar kimi gözəl tələbələr yetişdirə bilmək və universitetimizdə müəllimə olmaq, gözəl xalq artisti olmaq. Bu gün o yalnız ifaçı kimi deyil, həm də bir çox insan üçün motivasiya mənbəyidir. Onun hekayəsi göstərir ki, əgər insan ürəkdən inanırsa, qarşısına çıxan maneələr uğura gedən yolun sadəcə bir hissəsidir. Çünki bəzən dünyanı görmək üçün gözlər deyil, böyük bir ürək və sarsılmaz iradə kifayətdir. Yeganə Hüseynovanın uğur yolu da məhz bu yolun ən gözəl nümunəsidir.